Hər bir insanın bu həyatda bir amalı, saysız hesabsız arzuları, xəyalları var. Amma arzulara aparan yol hər zaman təhlükəsiz olmur. Bəzən sadə bir hərəkət, bir anlıq diqqətsizlik insan həyatı üçün ciddi təhlükəyə çevrilir. Pəncərə silmək, ağacdan meyvə dərmək, yol keçmək, hər gün gördüyümüz bu işlər bəzən ağır, geriyə dönməz nəticələr doğurur. Bəzən ev şəraitində və ya məişətdə, hündürlükdə görülən işlərlə bağlı təhlükələrə diqqət yetirmirik. Ancaq nəzərə almaq lazımdır ki, istər ev şəraitində, istərsə də pəncərələrin silinməsi ilə əlaqəli olan işlərdə risklər eynidir. Yəni ani diqqətsizlik və ya nəzarətsizlik bədbəxt hadisələrin baş verməsini qaçılmaz edir. Statistikaya nəzər salsaq görərik ki, baş verən bir çox bədbəxt hadisənin kökündə eyni səbəb dayanır. Təhlükəsizlik qaydalarına əməl olunmaması. Ümumən bütün dünyada istehsalatla əlaqəli baş verən bədbəxt hadisələrin böyük əksəriyyəti sırf hündürlükdə görülən işlərlə əlaqəlidir. Bəzən hündürlük qorxusu olan insanlar tərəfindən işlərin görülməsi müəyyən olunur ki, bu da 2 qat təhlükəli hesab olunur. Hündürlükdə görülən işlər zamanı texniki təhlükəsizlik qaydalarının tələblərinə görə 1.8 metrdən daha yuxarı artıq hündürlükdə görülən işlər qrupuna aid edilir və qaydaların tələblərinə görə hündürlükdə görülməli olan tədbirlər yerinə yetirilməli, ondan sonra artıq işlərin icrasına başlanmalıdır. Unutmayaq ki, ömür ehtiyatsızlığı bağışlamır. Gəlin təhlükəsizlik qaydalarına riayət edək ki, evə salamat qayıdaq, arzularımız yarımçıq qalmasın. Bahar Telman qızı, Səhər çağı.